Taxta dibçəklərimiz çox sevildi. Bunları almamışıq, yoldaşım düzəldib. İndi isə digər yolka ağaclarını əkirik. Bu limon yolkalarını masaldan almışdıq. Mart ayında aldığımız yolka ağaclarını may ayında əkməyə başlayırıq. Burada deyirəm ki, dibinə də meşə torpağı tökürük. Mən həyətdə yaşıllığı çox sevirəm, amma təəssüflər olsun ki, həyətimiz balacadır, yerimiz də dardır. Amma yenə də çalışırıq ki, həyətə yaşıllıqlar əkək. 2 dənə əkdik palmanın hər iki tərəfinə. Burada dibçəyin tozunu yuyuram. Üstü baxdım ki, tozlu. Burada gülün torpağını dəyişirik. Burada türklər demiş, kiçik bir kaza yaşadım, az qala yıxılmışdım. Həm yoldaşım, həm də mən həyətdə və ya dibçəkli gülləri çox sevirik, amma sanki əlimizdə yoxdur, əkirik, tutmur və ya quruyur. Bu gül də qaynanan vermişdi, masaldan gətirmişik. Burada çox fikirləşirəm ki, bu qızıl gülləri bura qoysam ortaya necə görsənər. Yazın rəylərdə görüm, o qızıl gülləri oradan götürümmü, yoxsa orada qalsın. Digərlərini isə plekanın yanına qoydum. Burada gülləri sulayırıq və bu güldən artırma edirik. Burada əkdik palmanın yanına. Baxın nə qəşəng görsənir. Burada sizə güllərin rəngini göstərir. Nəhayət ki, qapının salafanını da sökdüm. Bunu saxlamışdım ki, tamir yuyan aparat gələcək, amma dedim eybi yox, sökək getsin. Yorğun günümüzü isti bir çay ilə sonlandırırıq. Videomu bəyənməyi unutmayın. Hələlik.